Salam, videonu beğenip kanalıma abone olan güzel hanımlar. Necəsiz? Bugün size lezzetli ve dadlı, çok güzel almalı pirog hazırladım. Videonu izleyin, beğenin ve necə hazırladığıma bakın. 2 yumurta, 1 stəkan pesog əlavə edib qarışdırıram. Üzərinə qatıq əlavə edib qarışdırırıq. Demək 2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan qatıq. Yarım stəkan duru yağ əlavə etdim. 2 stəkan un əlavə edib 1 paket də qabartma tozu. Xəmirimiz hazırdır. Xəmirin üzərinə dilimlənmiş almaları düzdüm. 180 dereceli sobada pişiririk. Almalı pirogumuz hazırdır. Hazırlayan herkese nuş olsun. Ve sonda videonu beğenip kanalıma abone olmayı unutmayın.